İndi cavab belə verir ki, niyə təhrif olmasın ki? Dəlil nədir, sübut nədir? Belə başlayıram, bax. Keçən söhbətlərimizdə biraz giriş eləmişəm. İnsan muxtar varlıqdır, düz? İxtiyarlı varlığıq. Muxtarıq. Öz iradə seçimimizlə addımlar atırıq. Çox gözəl. Eyni zamanda məsuliyyətli varlığıq. Razısınız? Yəni boynumuzda bir öhdəliklər var. Məsuliyyətliyik. Həm muxtarıq, həm məsuliyyətliyik. Elə buna görə də mükafat, cəza və qiyamət anlayışı da var. Qiyamət anlayışı var, mükafat var, cəza var. Mükafat, cəza yalnız axirətə aiddir, elə dünyadan başlayır. Çünki muxtaram, ixtiyarlıyam, eyni zamanda məsuliyyət daşıyan bir varlığam. Ona görə də mükafatla ya da ki cəza ilə üzləşəcəm. Burayıcan aydın. Məhz buna görə də bu deyilənlərə əsasən də öhdəliklərimiz var. Dedik ki, keçən söhbətlərimizdə bu öhdəliklərin adı təklifdir. Boynuma təklif gəldi. Və həmən adama mükəlləf deyirlər. Yaxşı. Təklif, yəni öhdəlik. Bu öhdəlikləri icra eləmək üçün 3 dənə ünsur labüddür. Mən pillə-pillə, mərhələ-mərhələ gedirəm. Sənin boynunda öhdəlik var? Var. Nəsə misyan var? Var. İcra eləməlisən? Bəli. Onu icra eləmək üçün 3 dənə ünsura ehtiyac var. 1. Qüdrətdir, yəni edə bilməlisən onu. Sənin mənim edə bilmədiyimi Allah məndən istəməz. Quranda da bu mövzuya Allah Taala toxunur. Bəzi insanlar edə bilər, etmir. Bəzi insanlar edə bilməz. Misal üçün, müəyyən bir mövzudur, onu edə bilməz. Yaxşı. Quran hər iki mövzuya toxunub. Deyir ki, bir məsuliyyət, öhdəlik yerlərə, göylərə və yerə və dağa söylədik. Allah belə deyir. Buyurur ki, İnna əraznəl əmanə. Bu əmanəti verdik biz göylərə, yerə və dağa. Fəəbeynə. Onlar dedilər ki, yox, bu bizim qüdrətimizdən xaricdir. Bu öhdəliyi götürə bilmərik. Bu nəinki edə bilərdilər, etmədilər. Dedilər, biz bunu bacara bilmərik. Əslində bu nədir? Biz bunu bacara bilmərik. Bu normaldır. Biz Allah onlara niyə dedi? Əslində Allah onlara demədi. Allah onların içinin sözünü deyir bizə ki, yəni insana elə bir məsuliyyət vermişəm ki, yerlər, yer, göylər, dağ deyir o məsuliyyəti biz daşıya bilmərik. Bizim potensialımızdan kənardır. Gücümüzdən kənardır. Bizim qüdrətimizdən xaricdir. İnsanın qüdrətinə bax. Dağın götürə bilmədiyi, göylərin götürə bilmədiyi, yerin götürə bilmədiyi məsuliyyəti insan götürür.